Dostlar salam, hər vaxtınız xeyir olsun inşallah. Kutularımızın otuzdurulması. Bunlar haqqında ümumi videolar hamısı registratordan çəkilib. Hamısının baxarsınız nə formada oturulur. Baxın, burada da bir-birinin üzərinə bunlar hamısı minib. Buradan su buraxma ehtimalı yoxdur. Altında mahyaband vurulub. Göründüyü kimi əvvəldə videolara baxsaz, gidroizolasiya vurulmuşdu. Gidroizolasiyanın bu hissəsində mahyaband vurulub ki, ətəkdə setka vurulub. Setkadan havalanma sirkulyasiyası kanyakın altından gedəcək. Demək, sağla soldakı bu zazorlar hamısı eyni qalıb. Bunlar hamısı keyfiyyətin göstəricisidir ki, öncədən hesablamalar o qədər dəqiq düzgün gedib ki, həm gözəlliyin, həm də ki, keyfiyyətin göstəricisidir. Əgər keyfiyyətinə təsir edəcək belə deyim də, o gözəllik ki, o estetika ki, keyfiyyətə təsir göstərir. Birinci növbədə üstünlüyü həmişə keyfiyyətə verin. Çünki damın birinci növbədə funksiyası suyu buraxmamaqdır. Amma maksimum dərəcədə işinizi keyfiyyətli görün. Baxın, bu hissədə divar dibini vurmuşuq. Demək, o hissəyə Aranovu düşüb. Su gəlir bura. Bu divar dibi də girib bu serpisiyanın altına, Aranovun altına tamamilə. Yəni su gəlir oradan, tökülür altından. O divar diblərinin hamısının altından qupqa qoyulub. Altında gidroizolasiyadır. Divar yarılıb. 2 santıdan 1 santısı girib divarın içərisinə. Öncədən ora divar yarılıb. Bütün tozlar oradan yulub. Bütün videoları var inşallah. O videolarda paylaşacağım. Baxarsınız. Su ilə deşiyə su vurulub, yulub bütün tamamilə. Və fenlə qurudulub bu hissələr hamısı. Qurudulub və saxlamışıq. Tam quruyandan sonra kanyakları işləmişik, sonra onu işləmişik. Tam quruyandan sonra həmin o deşiklərə, yarıqlara kley vurulub, divar dibləri qoyulub, salınıb ora və üzərindən bir dəfə də kleylənilib. Göründüyü kimi həm estetika, keyfiyyət hər ikisi göz önündədir. Hər ikisi öz qaydasındadır. Bu da kanyakumuzdur. Baxın, tir kanyakumuz. Görürsünüzmü? Maşallah olsun. Bu da onun gözəlliyidir ki, görürsünüz, maşallah. Bizim yan tərəfdən də görünüşü budur. İnşallah hər tərəfdən çəkəcəyəm, baxarsınız. Hamımızın kənarlara çıxıntısı 80 santimetrdir. Bu hissədə dəmir konstruksiya, beton göstərilməyib. 8 metr uzunluğudur. Dəmir konstruksiya nəzərə alınmışdı. Biz də bunu dəmir konstruksiya eləmişik. Və fermadır. Bu formada olmalıdır. Və yükü birbaşa divara ötürür. Mərkəzi yüklərdə hamısı birbaşa divara ötürülür. Kənarlarda qoyduğumuz bu profil isə və divar yarılıb 10 santim bu yandan da, digər tərəfdən də girib içəriyə. Bu qoyduğumuz profil dirəklər isə bura oturacaq. İndi hansı HBŞB-dir, nədirsə indi pəncərənin materialı ona bərkidilmək üçün qoymuşuq. Müştərinin yəni istəyinə uyğun. Çünki bura divara istəmədi, yəni profil dedi qoy. Amma möhkəmlik cəhətdən möhkəmlik tam qaydasındadır. Digər tərəfdə isə profilimiz gəlib qarşı tərəfə 50 santı, sonra dönüb digər tərəfə. İçəri görünüşü də budur. Gördüyünüz kimi bunlar haqqında da uzun videolar çəkiliş olunub. Görürsünüz, maşallah, içərdən görünüşü də budur. Hamısına qara bolt qaykalar estetikanı gözləmişik burada. Keyfiyyət cəhətdən də keyfiyyətli bolt qaykadır. Vurulub hamısına. Aşağı hissədən dirəklər vurulub. 80 cm çıxıntı vurulub. Diblərinə hamısına bu qolniklər hər iki tərəfdən vurulub. Nəzərinizə çatdırım ki, 2 şurub və 1 mismar vurulub. Burada da qoşa qayçılar gedib. Hər qoşa qayçının içərisinə mərkəzi dirək girib, şuruplanılıb, altından qoyulub. Burada daha aydın görünür. Görürsünüz, burada o içinə dirək qoyulub, üstəki taxtanın altına. Və qarşı tərəfdən də, ön tərəfdən də, hər iki tərəfdən o hissəyə taxta qoyulub, şuruplanılıb. Yəni, möhkəmliyi tam möhkəm. Keyfiyyət tam qaydasında. Bu hissələrdə 15 cm betoponla bu profillər bağlanacaq və ona görə də biz çıxıntını 80 yox, 95 cm qoymuşuq. Digər
O hissələr isə 85 santimetrdir. Tikilinin baş tərəfi, yəni divarın üzərində oturan tərəfi isə bu hissədə bu divar olduğuna görə bu formada qarşı tərəfdə yəqin ki inşallah divardan hörüləcək və tam simmetrik olsun deyə o divara qədər biz bu qayçıları işləmişik. İnşallah orada divar olanda bu tərəflə qarşı tərəf hər ikisi eyni görünüşdə olsun deyə. Nəzərdə çatdırım ki, burada mil arası hörülməyib. Buranı mil arasının funksiyası həmişə kimi demişdik ki, havanın qarşısını alsın və taxtanın sağa sola dönməsinin qarşısını alsın deyədir. Biz də onu taxta ilə əvəz eləmişik. Qoşa uqolnik və hətta buradan da bir dənə bu formada taxtalarla bütün araları bağlamışıq. Və aralar 59 santimetrdir. 60'lıq daş yünü tam bunun arasını pritik dolduracaq. İstilik izolyasiyası o formada olacaq. O hissələrə heç daş da qoymaq olmazdı. Ona görə taxta ilə bağlamışıq və içərdən istilik izolyasiyası ilə doldurulacaq. Onu deyim ki, müştərimizin fikri bu hissəyə bir çən yerləşdirmək idi. Burada da böyük bir sahə var, çən yerləşdirmək olar. İndi qalıb müştərinin özünə ki, fikri olsa, o hissədə bir lük qoymuşuq 90'ın 60'a zavod lüku oraya oturacaq və pilləkən aşağı düşəcək. Kənarlardan çıxıntı görünüşü də budur. Aşağıdan görünüşü maşallah budur. Tərəfdir. Damımızın bərkitməsinə, keyfiyyətinə maşallah olsun, heç bir söz ola bilməz. Tam hər şey qaydasında, hamısı hesablanılıb və tam qaydasına uyğundur. Materialımız, navalçamız Tata Steel'in navalçasıdır. Xamutlarımız bilkadır. Çerpiçamız Tata Steel'in çerpiçasıdır. Bazarda bu çerpiçanın 0.47 adı ilə satılır. 0.45 təmiz qalınlığıdır. Baxın, evimiz də 80 cm çıxıntıdır və tamamlanıb inşallah bu hissələr göründüyü kimi. Kənarlardan görünüş budur. Baxın, damla. Nəzərdə çatdırım ki, hər iki dam 25% ilə yığılıb. Bu hissə ilə görürsünüz, eyni formadadır. Maşallah olsun, baxın. İğnə kimi. Baxın, bu hissələrdə də kanyokların paralelliyini görürsünüz. Bu kanyokla bu kanyokun paralelliyi. Digər kanyok aranova paralelliyi. Bu kanyokların paralelliyi. Hamısı simmetriya tam qaydasına uyğun. Evin bu tərəfi Allahın izindən görünüş cəhətdən tamamlandı proyektə uyğun. Fikirlərinizi bildirərsiniz, zəhmət olmasa. Hələ də kanalımıza abunə olmayan varsa, kanalımıza abunə olun. Bəyənməyi, şərh yazmağı unutmayın dostlar. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Gününüz uğurlu, xeyirli, bərəkətli olsun inşallah.